bədahətən, qəzəl deyən şəxsin yaşadığı yerə baxın, adam turbanın üstündə yaşayır. Təsəvvür edirsiniz bu nə demək? Səhrada yaşayıb, Allah rəhmət etsin Füzuliyə. Məhəmməd. Belə müqayisələr eləmə, o Füzuli idi. Allah biləcəyi bu qara rəhmət eləsin. Bir dəfə maşınla gəlirik, ölməmişdən 3-4 ay qabaq. Bağışdım, baş ağrıdır ki. Gəldik Füzuli meydanından keçəndə bu Azdıram ayağından düşdük, gəldi Yasin oxudu onun ruhuna. Bir dənə baş əydi. Mən bilirəm axı, Vüqar rəhmətli alim şair idi, o bilirdi nə edirdi. Uşaqlar qayıtdılar ki, ay Vüqar, Kəbli, sən nə edirsən? Daşa baş əyirsən. Dedi ki, üstün başınıza deyir, mən daşa baş əymirəm, mən onun sənətin qabağında baş əyirəm. Vüqar Biləcəri dostun idi? Çox böyük dostum idi. Zakir əmin oğlu, Allah ona rəhmət eləsin. Gedirəm onun 3-4 gündən bir, həftədə 2 dəfə gəlirəm onun qəbrini ziyarət edirəm. Rəhmətli Biləcəri ilə bu var ki, bir dəfə ölməmişdən 3-4 ay qabaq gəldim. Onun bağ evli Avadi DSK yolunda. Allah rəhmət eləsin. Gəldim, oturdum orada. Biraz söhbət ora-bura dedi, güldü. Hava istiydi, iyun ayı idi. Mən də qayıtdım, dedim ki, buna ki, rəhmətliyə birdən riski gəldi də, qafiyə idi. Dedim, havanı isti bir ülkə apardı, getdi, toyuqları Türkiyə apardı, getdi. Birdən belə bir qafiyə açdım, rəhmətli ilə. Bu da qayıtdı ki, heç kim heç nə aparmayıb özü ilə. Kim bu fəna mülkə apardı, getdi.